أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم والذين يؤذون الله ورسوله لعنهم الله في الدنيا والآخرة وأعد لهم عذابا مهينا صدق الله العلي العظيم. Peygamber alı Peygamber'e salavat-ı çedik. Allahümme salli ala Muhammed. Allah'ın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allah'tan diləyək etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimiz üçün əl açaraq etdiyimiz bütün hacət və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin. Allah'tan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni bizdən kənar eləsin. Xalqımızı, cəmiyyətimizi, xüsusilə ailələrimizi biri-birinə mehriban eləsin. Və bu fani həyatda, bu qısa yaşadığımız dünyada, yaşadığımız ömrü bərəkətli yaşayanlardan bizləri qərar versin inşallah. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, məscidimizin əhli, bizi izləyən, səsimizi eşidən hər bir kəs. Bildiyimiz kimi bir neçə əlamətlər, hadisələr üst-üstə düşüb. İlk öncə bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən nurani bir gündür. Və bu gün o günümüzdür ki, Qur'anımıza və hədislərimizə, Əhl-i Beyt əleyhimussalamların kəlamlarına baxdıqda, sonuncu vəd olunmuş xilaskarımızın gəliş günüdür. O gündür ki, yer üzərində haqsızlıq, ədalətsizlik, zülm, nifaq artdığı və çoxaldığı bir vaxtda sonuncu xilaskarımızın gəlişi ilə haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Əgər ömrümüz vəfa qılmazsa, yaşadığımız bu günlərdə o Həzrətin gəlişi üçün üzərimizə düşəcək bütün vəzifələri tam, dürüst, layiqincə yerinə yetirən kəslərdən bizi qərar versin inşallah. Və digər əlamətlər bir hadisə, bildiyimiz kimi şanlı tariximiz unudulmaz bir tarixin səhifəsində tarix boyu qalacaq, yaşayacaq zəfər günü ilə bağlıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Artıq zəfərimizin 5 illiyidir və bu qələbəni bizə yaşadan igidlərimiz, ərənlərimiz, cəsurlarımız və elə bu 44 günlük qələbəmizdə, zəfərimizdə bizim elə 1-ci Qarabağ müharibəsində olan o igidlərin, ərənlərin də payı var. Məhz elə bu gənclər o cəsurlardan ruhlanaraq, onların şəhadət zirvəsinə yüksəlişindən bir dərs alaraq və başlıca büsbütün bizim Ühüddə, Bədirdə, Kərbəlada, digər olan o şəhidlərimiz təki Allah bütün şəhidlərimizin ruhunu şad eləsin və Allah aramızda olan o canlı şəhidlər adlanan o hadisənin şahidləri olan qazilərimizə Allah acil şifa əta eləsin və onların ailələrinə, ata-analarına, bizə əmanət qoyub getdiyi körpələrinə səbr versin və bir xalq olaraq, bir millət olaraq Allah
hər birimizə onların layiqincə ehtiramını qorumağı, onlara dəyər və diqqət verərək hörmətlərini saxlamağı hər birimizə nəsib eləsin inşallah. Və üçüncü əlamətdar hadisə, bildiyimiz kimi bu günlər xanım Zəhra salamullahi əleyhanın o şəhadət günləridir. Qəmli, qüssəli, əzalı günləridir. Allah dünya və uqbada bizi xanım Zəhra salamullahi əleyhadan ayrı salmasın. Xüsusilə o ana bacılarımızı, xanım Zəhra salamullahi əleyhanı, xüsusilə o qız övladlarımızı xanımın iffət və ismətindən ayrı salmasın inşallah. Bəli, möhtərəm cəmaatımız, bugün axşam da bildiyiniz kimi məscidimizdə xanım Zəhra salamullahi əleyhanın adına tədbirimiz var və bugün də cümə günüdür. Elə həm indi, həm də axşam xanım Zəhra salamullahi əleyhanın haqqında ümumi olaraq söhbətlərimiz olacaq və bugünkü elə cümə xütbəsinin də mövzusu xanım Zəhra salamullahi əleyhanın o şəhadətinin hüznü, qəmi, qüssəsi, kədəri barəsində danışacaq. Sözümə Quran-ı Kərimin bir ayət şərifəsi ilə başlayıram. Allah Teala buyurur ki, Əhzab surəsinin 57-ci ayəsində Bismillahirrahmanirrahim. وَالَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا. O kəslər ki, Allaha və onun rəsuluna, peyğəmbərinə əziyyət edələr. Allah onları həm bu dünyada, həm də axirətdə lənətləmiş və onların dözə bilmədiyi bir əzabı onlara hazırlamış. Bu ayədə ümumilikdə ətrafında danışacaq, necə insan Allahı incidə bilər, əziyyət edə bilər. Allahın rəsulu hal-hazırda aramızda yox, amma biz onları necə incidə bilərik, necə əziyyət edə bilərik deyə. Əgər baxmış olsaq Peyğəmbər Salavatullahın kəlamlarına, Peyğəmbər Salavatullah buyurur ki, xanım Zəhra salamullahi əleyhanın barəsində Biharul Ənvar 43-cü cild səhifə 54-də Əhli Təşəyyü mənbəyində. Bəzən bu hədisləri deyəndə biz məzhəblər arası fərqi barəsində danışan təfəkkürdə deyilik. Amma bəzi hədislər var ki, heç bir məzhəb fərq qoymadan bu oxuyacağım hədis eyni zamanda da Səhih Buxari 5-ci cild 37-ci səhifədə də eyniliklə ilə Biharul Ənvarda qeyd olunduğu kimi qeyd olunub. Hədis-i şərif bu cürdür. Peyğəmbər Salavatullah buyurur, Fatimətü bəzətun minni. Qızım Zəhra salamullahi əleyha mənim canımın bir parçasıdır. Mən azaha fəqət azani. Hər kim onu incitsə, ona əziyyət eləsə, məni incidib, mənə əziyyət edib. Fəmən azani fəqət aza Allah. Məni də incidən, mənə də əziyyət eləyən, Allahı incidib, Allaha əziyyət eləyib. Bu hədisin orijinalıdır, olduğu kimidir. Əgər biz baxmış olsaq, ayət-i şərifədə nə buyurulur? Allah Teala buyurur, Allahı və onun rəsulunu incidənlərə Allah həm bu dünyada, həm də axirətdə lənət edər və onların dözə bilmədiyi əzabı onlara hazırlayar. Demək, ayə və hədisi bir-birinin yanına qoyduqda biz belə nəticəyə gəlirik ki, Peyğəmbər Salavatullahı incitmək elə Allahı incitmək, Peyğəmbər Salavatullah ki buyurur, qızım Zəhra mənim canımın bir parçasıdır, onu incidən də məni, nəticə alırıq ki, xanım Zəhra salamullahi əleyhanı incidənlər, onun qəlbinə yara vuranlar, onu narahat eləyənlər də elə
Allahın bu ayət şərifədə qeyd etdiyi dünya və axirətdə lənətlənənlər və dözülməz əzaba sahib olanlardılar. Bu açıq-aşkar ayə və hədisdən belə başa düşülür. Digər bir hədis-i şərifdə Nəhcül Bəlağədə İmam Əli əleyhissalamdan nəql olunur. Həzrət buyurur ki, "Vallahi ma ağzabtuha. Vallahi ma ağzabtuha. And ola Allaha, mən xanım Zəhra salamullahi əleyhanı bir dəfə də olsun belə heç bir zaman onu incitmədim, onu qəzəbləndirmədim. Və la əkrəhtuha əla əmrin. Heç bir işə onu məcbur etmədim. Heç bir işdə mən ona təzyiq göstərmədim. Hətta qəbədəhullah əzzə və cəl. O vaxta qədər ki, Allah onun ruhunu aldı. Yəni, ölərki günədək, hətta qəbədəhəllah əzzə və cəl. Yəni, xanım Zəhra salamullahi əleyhanı mən nə qəzəbləndirdim, nə də bir işdə ona mən bir təzyiq göstərdim. Əgər ümumilikdə baxmış olsaq, bunlar onun göstəricisidir ki, Peyğəmbər salavatullahın qızının ehtiramı elə Peyğəmbər salavatullahın özünə olan hörmət deməkdir. Hədislərdə varımızdır, nə vaxt xanım Zəhra salamullahi əleyha atası Rəsulullahın görüşünə gedərdi, xanım otağa daxil olduqda, atası Rəsulullahın görüşünə gedəndə yerindən qalxardı, qabağına gedərdi, qızı Zəhra salamullahi əleyhanın əlindən öpərdi və öz yerində əyləşdirərdi. Bilirsinizmi, bu əslində dünyaya bir mesaj idi. Qız övladlarına ataların diqqəti, xüsusi ehtiramının bir mesajı idi, göstəricisi idi. Bütün övladlara ata diqqət göstərməli, ana diqqət göstərməli. Amma qız övladı zərifdir. Allah xanımı kişiyə nisbətdə zərif xəlq eləyib. Görsən, küsmək, incimək, sözün tez xətrə dəyməsi xanımda daha çoxdur. Çünki xanım incədir, nəzakətlidir, lətifdir. Onunla mülayim davranmaq lazım, şirin davranmaq lazım. Ona diqqət, ehtiram göstərmək lazım və Peyğəmbər salavatullah əslində o qalxaraq yerini qızı Zəhra salamullahi əleyhaya verməklə həmi xəlqin qız övladına diqqətini çəkmək idi. Eyni zamanda da xanımın məqamın o ətrafında olanlara tanıtmaq idi. Tarixdə yazırlar, bir gün Peyğəmbər salavatullah qızı Zəhra salamullahi əleyhin əlindən yapışır. Deyir, hər kəs qızım Zəhranı tanıyıb. Tanımayanlar tanısın, bilsin. Bu o deməkdir ki, əslində istəyir xəlqə, cəmiyyətə, səhabiyə onun ehtiramının qorunmasının vacibliyinin, əhəmiyyətini o insanlara çatdırsın və söyləsin deyə. Və sanki Peyğəmbər salavatullah öz şəhadətindən sonra necə ehtiram etdiyi bir qızına hörmətsizliyin olacağından və o hörmətsizliyi edənlər utansınlar və xəcalət çəksinlər deyə onlara bunu təqdim edirdi. Buyurur ki, qızım Zəhra mənim canımın bir parçasıdır. Hər kəs onu narahat etsə, məni narahat eləyib, onu incidən məni incidib deyə məşhur kəlamını səhabənin önündə də Peyğəmbər salavatullah buyurdu. Bu bir daha Zəhra salamullahi əleyhanın məqamının göstəricisi idi. Və bir daha Peyğəmbər salavatullah vəhy evi, nur evi olan ayyə insanları yönəltmə, istiqamət verməyin bir göstəricisi idi. Hətta Peyğəmbər salavatullah məscidə gələndə gəlib dayanardı. Xanım Zəhra
və İmam Əli, Allahın salavat və salamı olsun onlara, onların evinin yanında qapısından salam verib sonra məscidə daxil olardı. Salam verib sonra keçərdi. O ayət-i şərifə ki nazil oldu, o evlərdəki Allahın adı zikr olunar və Allahın nuru səmaya ucalar. Bu ayət-i şərifə nazil olandan sonra tarix yazarlar, təfsirdə qeyd olunub, müfəssirlər qeyd edir ki, Peyğəmbər salavatullah sərasər hər gün 6 ay gəldi bu ayət şərifə nazil olandan oxuyub İmam Əlinin xanım Zəhranın qapısında salam verərdi. İstəyirdi insanlara deyə ki, o ev həmin bu evdir ki, bu evdə Allahın adı zikr olunar və Allahın nuru buradan yer üzərindən səmaya ucalar deyə. Hətta tarixdə var, axşam onu daha geniş təfsilatı ilə qeyd eləyəcək. Bu ayət şərifəni Peyğəmbər Məscid-ün Nəbidə, Peyğəmbər məscidində Mədini Münəvvərədə Allah yaxından gedib ziyarət etməyi hər birinizə nəsib eləsin. Gedənlərə dübarə arzusunda, həsrətində, intizarında olanları ilə bu günlərin hörmətinə Allah nəsib eləsin. Bu ayət-i şərifəni Peyğəmbər salavatullah minbərdən oxuyanda bilirsiniz, İmam Əlinin evi Peyğəmbər məscidinə bitişik olub. Yeganə evdir ki, qapısı məscidə açılıb. Qapısı məscidə açılardı. Və bu ayəni oxuyanda tarixdə var, səhabələrin yanında ikinci xəlifə fəqamə Əbi Bəkir ibn Quhafə və səələ ən Rasulillah sallallahu aleyhi və aleyh muşirən ilə beytə Aliyyin və Fatimə. Deyir, qalxır səhabənin içərisində ayağa, işarə eləyir İmam Əli ilə xanım Zəhranın evinə. Deyir, ya Rasulallah, əhəzəl beyt minha. Bu ev də o evlərdəndir. O evlərdəndir ki, Allahın adı çəkilir və nuru səmaya ucalır. Peyğəmbər salavatullah buyurur, nəam, bəl min əfadiliha. Bəli, bu ev o evlərin ən üstünlərindən, ən fəzilətlilərindəndir. Bu bir daha o evin hörmətinin qorunub saxlanılmasını və o evə diqqət və ehtiramın, gərəyin lazım olmasının göstəricisi idi. Amma nə edək ki, çox əfsuslar olsun, Peyğəmbər salavatullahın şəhadətindən sonra həmin vəhy evinə hücum başladı. Vəhy evinin sakinlərinə hörmətsizlik edildi. O macəraları eşidibsiniz, amma mən istəyirəm bəzi həqiqətləri söyləyəm ki, hədislərdə qeyd olunub. Peyğəmbər salavatullahın vəfatından sonra xanım Zəhra salamullahi aleyhanın qəmli günləri başladı. Qüssəli günləri başladı. Aramızda anasını itirənlər bu sözləri yaxşı bilər. Anasın, atasının əlindən verən, valideynini əlindən verənlərim daha yaxşı bilərlər. Doğrudan da atanın, ananın varlığı övlad üçün bir dayaqdır. Onun nəfəsi belə inan sənə köməkdir. Evində onun olması bir neymətdir. Amma çox əfsuslar olsun ki, biz əlimizdəki neymətləri vaxtında dəyərləndirmirik. Zamanında qədrini bilmirik. Bilsək də belə, dəyərləndirsək də belə, inanın lazımı diqqəti, lazımı dəyəri vermirik. Amma onun yoxluğunda biz daha çox onun fərqinə varırıq. Xanım Zəhra salamullahi aleyhanın anası dünyasını dəyişmişdi. Atası Rəsulullah həm ona ata əvəzi idi, həm də ana əvəzi idi. Peyğəmbər salavatullahın o son anında qızı Zəhra salamullahi aleyhaya dediyi bir söz var idi. Buyurdu ki,
çox ağladı. Xanım Zəhra salamullahi aleyhanın ağlamasına Allahın Rəsulu dözə bilmədi. Dedi, qızım, çox ağlama, qəlbim yanır. Ata övladın ağlamasına, ana balanın o narahat halına dözə bilmir. Narahat ola bilmir. Çox narahat olur və narahatçılığı keçmir. Buyurdu ki, qızım, çox ağlama. Əhl-i beytimdən mənə əhl-i beyt deyəndə o 5 təni Ali-Əba, Təthir surəsinin, Əhzab surəsinin 33-cü surənin 33-cü ayəsi ki var, ayət-i şərifədə buyurur, İnnəmə yuridullah liyuzhibə ankumur ritsə əhləl beyt və yutəhhirəkum təthira. Bu ayə təthir ayəsi deyirlər. Quran-ı Kərimin 33-cü surəsinin 33-cü ayəsidir. Buyurur ki, Allah sizi pak görmək istəyir. İnnəmə yuridullah liyuzhibə ankumur ritsə, zahiri və batini çirkinlikləri, pislikləri sizdən apararaq sizi pak və pakizə xəlq eləyib, sizi pak və pakizə görüb. Bu əhl-i beyt ki, bu ayədə qeyd olunur, burada 5 tane Ali-Əba qeyd olunur. Bilirsinizmi bunu niyə qeyd eləyirəm? Bu günləri məzhəbimizə o qədər dil uzadanlar var, o qədər insanların fikirlərini şək-şübhəyə salanlar var. Belə bir irad irəli sürürlər ki, deyirlər, xanım Zəhra salamullahi aleyhanın o bətnindəki 5-ci övladı Möhsin ki, siqt olur o hadisədə. Deyirlər, bəs Peyğəmbər salavatullah buyurub ki, mənim əhl-i beytimdən mənə ilk qovşanı sən olacaqsan. Məyər o İmam Həsənin, İmam Hüseynin qardaşı deyil idimi? O əhl-i beytdən deyil idimi? Məyər o behiş cavanlarının qardaşı, dövrün zamanın imamı, İmam Əlinin, dünya və axirət xanımlar xanımı, xanım Zəhranın balası, Peyğəmbərin nəvəsi deyildimi? Bəs halbuki o əhl-i beytdən ola-ola xanım Zəhra salamullahi aleyhadan qabaq gedibsə, Peyğəmbər salavatullahın da məşhur kəlamıdır ki, qızım Zəhra, əhl-i beytimdən ən birinci mənə qonaq olan qovşanı sən olacaqsan. Deyir, onda bu Möhsinin siqti, bu hadisələr düzgündür, qondarmadır. Belə şübhələrlə məzhəbdə olanları, əqidə olanları azdırırlar, çaşdırırlar. Ona görə möhtərəm cəmaatımız, əziz möminlər, səsimi eşidən, xüsusilə gənc qardaşlarım, bacılarım, sizdən təvəqqi ricamız budur ki, çalışın, məlumatlı olun, çalışın, kitab oxuyun, çalışın, zəngin bilgilərə sahiblənin. Əgər biz təfəkkür üzündən məzhəbimizi mənimsəməsək, bu bənziyir kökü zəif olan ağaca, biraz külək əksə, laxlasa, onu aşıracaq. Bu günləri məzhəbini dəyişənlər, müxtəlif təriqətlərə, məzhəblərə düşənlər bilirsinizmi niyə düşür? Çünki həmin o ağacın kökü, bünövrəsi möhkəmdir. Biraz külək əsəndə, yağış yağanda, dibi boşalanda görsən əyilir. Biraz əyiləndən, zəif olandan sonra tamamilə aşırır. Ona görə din və məzhəbimizi biz təfəkkür və idrak əsasında mənimsəməliyik. Ona görə biz Əhl-i Beytin məktəbini, onun marifini, elmi və təfəkkürü baxımdan yiyələnməliyik və sahiblənməliyik. Bu sual irəli gələndə biz deyirik və cavab da elə budur qısa net olaraq ki, Peyğəmbər salavatullah ki buyurdu, Əhl-i Beytimdən mənə ilk sən qovuşacaqsan, bu Təthir ayəsində, Əhzab surəsi ayə 33-cü surənin 33-cü ayəsində ki, Əhl-i Beyt deyəndə 5 nəfər Peyğəmbər salavatullah, İmam Əli əleyhissalam, xanım Fatimə Zəhra salamullahi əleyha, İmam Həsən, İmam Hüseyn, bu 5 tane aləbə, Peyğəmbər salavatullah dünyasını dəyişəndə bu sözü deyib, bu 5 Əhl-i Beyt, 5 tane alə-əbadan Peyğəmbər salavatullaha ilk elə qoşulanı kim olub?
xanım Zəhra salamullah əleyhə. Məhz Peyğəmbər salavatullah Əhl-i Beytimdən mənə ilk qovuşanı sən olacaqsan deyəndə 5 tane ali əbanı, hədisi kisanı, o əba hədisinin altında toplaşandan söhbət gedir. Bu heç də ziddiyyət təşkil eləmir və nə də inkar eləmir ki, xanım Zəhra salamullahi əleyhadan öncə övladı Muhsin Peyğəmbər salavatullaha qovuşub. Bu onun heç də inkarı deyil. Bu bir şübhə idi. Son zamanlarda, günlərdə gənclərimizin, cavanlarımızın arasında bunu deyirdilər, bəzən sual edirdilər. O səbəbdən bunu söylədim. Bəli, salavatullah buyurdu ki, qızım Zəhra, Əhl-i Beytim içərisində ən tez mənə qovuşanı sən olacaqsan. Və tarixdə yazırlar, Peyğəmbər salavatullahdan sonra xanım Zəhranın o qəmli, qüssəli, kədərli günləri başladı. Hətta Mədinənin xanımları gəlib xanım Zəhra salamullahi əleyhaya heç başsağlığı belə vermirdilər. Əzizin itirənlər bilir. Bəzən görsən o gələn dostlar, qardaşlar ki, ya xanımlara o analar, bacılar, qonşular, qohumlar ki gəlir, başsağlığı verir. O başsağlığı alanda biraz adam toxtayır. Qəlbinə bir rahatlıq, bir aramlıq gəlir. Ona görə onların başsağlığı onlara bir təsliyyət söyləməsi onların aramlığına səbəb olur. Mövla Əmirül Müminin Əli əleyhissalam bir gün tarixdə yazırlar, evə gələndə görür xanım Zəhra salamullahi əleyha çox qəmlidir, qüssəlidir. Buyurur ki, əm qızı Zəhracan, niyə qəmlisən, niyə kədərlisən? Buyurur ki, əm oğlu Əlican, məyər bu ev Peyğəmbərin cigər güşəsi, onun qızının evi deyilmi? Məyər bu ev vəhy evi deyilmi? Məyər biz behiş cavanlarının İmam Həsənin, İmam Hüseynin anası, atası deyilikmi? Deyir, bunlar hamısı doğrudur ya Zəhra. Buyurur, bəs nədən bu Mədinənin xanımları məni dindirmir? Heç atam dünyasını deyişəndən sonra gəlib mənim qəmimə, qüssəmə, kədərmə şərik olmurlar. İmam Əli əleyhissalam xanım Zəhra salamullah əleyhanın bu sözlərindən çox narahat və qəmgin olur. O məzlum Əli başlayır kədərli halda ağlamağa. Buyurur, əmoğlu Əlican, mənim sözlərimmi səni ağlatdı? Mənim sözlərimmi səni narahat etdi? Dedi, yox, əmi qızı Zəhracan. Sən buna görə ağlayırsan ki, bu Mədinənin xanımları gəlib sənin yanında olmur, sənə salam vermir. Amma mən buna ağlayıram ki, mən ki Mədinəliyəm, bunlar məni də tanıyır. Amma mən bunların bəzilərinə salam verirəm, heç salamın cavabını almırlar. Mən buna ağlayıram. Ona görə bu ümmət budur. Öz imamının ehtiramını qorumayan, zamanında imamının əlbət ki dövründə xas sahabələr olub, hörmətini saxlayan da olub, ehtiramını gətirən də olub. Amma ümmət içərisində bu haqsızlığı dövrün, zamanın imamına da edənlər olub. İmam Həsən əleyhissalamın haqqında yazırlar, deyir, anam dua eləyirdi, mən amin deyirdim. Deyir, amma anamın o vaxtları idi ki, anam təkəlli dua eləyirdi. Əhl-i işarələr bilir, xanımın o ağır vaxtlarında bir əli sınıq qabırğasında, bir əli də duada idi. Deyir, anam bəzi dualar elədi, mən amin dedim. Amma deyir, bir yerə gəldi, çatdı, bir dua elədi, mən anamın duasına amin deyə bilmədim. Deyir, anam qonşuları, qohumları, ümməti dua elədi. Sonda belə bir dua elədi, Allahümmə əccil vəfati səriyah. Allah mənim ölümümü tezləşdir. Allah daha dözə bilmirəm. Allah daha taqətim yoxdur.
Analarım daha yaxşı bilər. Ananın başına hər nə müsibət gəlsə, deyər, qurban olsun balalarıma. Nə əziyyət olsa, deyər, qurban olsun oğluma, qızıma, övladıma. Amma təsəvvür eləyin, ay Əlinin o qeyrətli şiələri, ay xanım Zəhranın o iffətli, ismətli davamçıları. 18 yaşında bir cavan gəlin, 4 də övladı, İmam Həsən, İmam Hüseyn, Zeynəb və Gülsüm. İmam Həsənin 7 yaşı yazıblar, bəzi tarixdə 8 yaşı yazıblar. 6, 5, 2 yaşında, Ümmü Gülsümün 2 yaşında, 2 yaşında, 5 yaşında, 6, 7 yaşında 4 balası olan anaya görün nə qədər əziyyətlər eləyiblər ki, deyir Allah, daha dözənmirəm, ölümümü tezləşdir. İmam Həsən əleyhissalam deyir, anamın bu duasına mən amin deyə bilmədim. Necə deyim, Allah anamı apar, bizdən al. Xanım Zəhra salamullahi əleyhanın o çətin anları idi. Bilirsiniz, o məzlum Əlinin arxası idi, dayağı idi. Əli qəmgin, qüssəli olanda tutardı İmam Həsənlə İmam Hüseynin əlindən. O pərvanə Şamın başına dolanan təki dolanardı Əlinin başına. Görün nə qədər ismət sahibi olub, nə qədər. Bu günləri inanın o ailələr, gənclər, İmam Əli və xanım Zəhranın o bir-birinə olan diqqət ehtiramından inan baxıb nəticə çıxarsa, günümüzdə bu qədər boşanmalar olmaz, bu qədər ailələrdə problem olmaz. Müraciət eləyəndə biri-birinə əmoğlu can, əm qızı can deyə müraciət edərdi. İnan ailənin elə o gözəlliyi elə bir-birinə xoş müraciətdən başlayır, ünsiyyət oradan başlayır. Buyurdu ki, qəmli görəndə İmam Həsənlə İmam Hüseynin əlindən tutardı, dolanardı Mövla Əlinin başına. Deyərdi, əmoğlu Əli, qəm eləmə, qüssə eləmə, qeyrət və qurban xanım. Deyərdi, əmoğlu Əlican, qəm eləmə, sənin Həsənun var, sənin Hüseynin var, sənin Zəhron var, sən tək deyirsən. Nə qədər insana bu arxadır, dayaqdır, köməkdir. Və amma son anları, xanımın o anlarında dedi, Fizzə, mən istəyirəm əmim oğlu Əli ilə baş-başa qalam. Xanımın o çətin anları idi. Dedi, istəyirəm baş-başa qalam. Xanıma o qədər əziyyətlər, zülmlər olmuşdu. Hətta o qapı hadisəsində o məlunlar ki, xanımın evinə hücum eləmişdi. Xanım qapı arxasında deyirdi ki, məyər bilmirsinizmi ki, bura aləmlərə rəhmət olan Peyğəmbərin balasının evidir? Məyər dövrün zamanın imamının evi olduğunu bilmirsinizmi? Behiş cavanlarının ağası İmam Həsən, İmam Hüseynin evinin olduğunu bilmir. İstəyirdi höccəti tamamlaya ki, ora gələnlər biz bilmirdik deyə qiyamətdə deyə bilməsin. Onlar bilə-bilə o qapıya vəhiy evinə hücum etmişdi, yürüş etmişdi. Amma qəlbi o qədər sınmışdı bu ümmətdən, ona edilən əziyyətdən. Çağırdı İmam Əli əleyhissalamı, dedəm oğlu Əlican, istəyirəm səndən baş-başa qalam, bir neçə sənə vəsiyyətim var, bir sözüm var. Dedi, istəmirəm, heç balalarım da gələ, balalarım da yanımda ola. Biharul Ənvarda, Əl-İhticacda, Kəşfül Qummədə, bu mötəbər mənbələrdə bu dediyim vəsiyyəti xanımın dilindən nəql eləyirlər. Dedəm oğlu Əlican, birinci vəsiyyətim budur ki, Qəssilni billeyl və kəffini billeyl vədfini billeyl. Əmə oğlu Əlican, məni gecə ilə qüsl eləyəsən, gecə ilə kəfən eləyib, gecə ilə də dəfn eləyəsən. Amma bizdə adətən biri gecə dünyasını dəyişəndə
saxlayırıq, günüz dəfn eləyirik. Amma xanım vəsiyyət eləyir ki, oğlu Əlican, mən günüz də dünyamı dəyişsəm, məni gecə dəfn elə, günüz dəfn eləmə. Gecə mənim quslümü ver, kəfənimi elə. Və la tu'lim əhədən bi vəfati min haulâillezîne zələm. Amma oğlu Əlican, vəsiyyətim budur ki, nə bada mənə bu zülm eləyənlərdən birinə mənim ölümümü deyəsən, onlara xəbər verəsən. Buyurur ki, İstəmirəm onlardan biri mənim cəsədimin üstə gələ. İstəmirəm onlardan biri mənim qəbrimin üstə gələ. Gör, qəlbi nə qədər sınıb, qəlb nə qədər rəncidə olub, inciyib ki, buyurur, istəmirəm onlardan biri mənim qəbrim üstə gələ. Vədfinni sirran vaqfi mawzi'a qəbri. Amma oğlu Əlican, gecə dəfn eləməyin bir yana, səndən istəyim budur ki, qəbrimin yerində gizli saxla. Dəfnimə gəlməsinlər heç, qəbrimin ziyarətinə də gəlməsinlər. Bax, bugün xanım Zəhra salamullahi aleyhanın qəbrinin gizlin olması, o bəqidə gedirsən gözünü axtarır. Xanımın qəbrin. Odur ki, tarixdə yazırlar, İmam Əli əleyhissalam bir gecədə bir rivayətdə 7 qəbir, bir gecədə 9 qəbir qazdı ki, qəbirlər bilinməsin, xanımın vəsiyyətini yerinə yetirsin. Dedəm, oğlu Əlican, mənim atam Rəsulullahdan sonra bunlardan qəlbim çox qırılıb. Qəlbimi çox usikə bi övladi kun ləhunna əbən ba'di. Buyurdu, sənə vəsiyyətim budur ki, mən gedirəm, balalarıma həm ata olasan, həm ana olasan. Ananın vəsiyyətidir, görsən, ölüm ayağında olanda belə balalarının xiffətini çəkir. Balaların düşür. Deyirəm, oğlu Əlican, usikə bi övladi, balalarımı sənə tapşırıram. Kun ləhum əbən ba'di, məndən sonra onlara yaxşı ata olasan. Analarım səsimi eşidənlər bilir, uşaqlar gecələr su istəyər. Buyurdu, nəbada, balalarımı susuz qoyasan. Hüseynim gecə durar, oyanar, su istəyər. Əm oğlu Əlican, nəbada onları susuz qoyasan. Bir-bir tapşırır və buyurur, əm oğlu Əlican, vəsiyyətlərindən biri də buydu ki, və izə zurtə qəbrə cəddi Rəsulillah fəəqirnu ənni əssalam. Elə ki, məni dəfn edəndən sonra nə vaxtı cəddim Rəsulullahın qəbrinə getdin, fəəqrihu əssalam. Məndən ona salam de. Məndən atam Rəsulullaha salam de. Vasbir aləl bəla vəhviziddin və kun lizzaliminə xəsmən. Əm oğlu Əlican, məndən sonra bəlalar qarşısında səbirli ol, əzimli ol. Ya Əli, inni raziyətun ənk, fəkun əntə raziyən ənni. Əm oğlu Əlican, mən bu izdivac müddətində səndən bir ailə başçısı kimi razıyam. Sən də məndən razı ol. Mənim də haqqım var, sənə helal edirəm, amma sən də haqqı mənə helal elə. Fəbəka Əliyyun aleyha. Bu sözləri eşidən Əli, İmam Əli başlayır ağlamağa. Fəqalə Vəllahi la ya'rifu əhədun mawzi'a qəbrikə qeyri. Əm qız Zəhracan, sənə söz verirəm, sənin qəbrin yerini məndən başqa kimsə bilməyəcək. Mən sənin vəsiyyətinə əməl edəcəm. Və dəfənəhə leylən və qəlbuhu mil'un bil huzni vəl əsa. İmam Əli əleyhissalam əmsi qızı Zəhra salamullahi əleyhanı gecə ilə dəfn elədi, amma qəlbi kədər və qüssə ilə dolu idi. Və dəfn edəndən sonra gəlir Peyğəmbər Rəsul-u Xudanın qəbri şərifinə, Əssəlamu aleykə ya Rəsulallah. Ey Allahın Rəsulu, salam olsun sənə. Qəd istörtə dil vədiə
Artıq mənə verdiyin əmanəti sənə qaytardım. Amma xəcalətliyəm, mənə verdiyin kimi qaytara bilmədim. Ey Allahın Rəsulü. Əmirül Müminin Əli əleyhissalam yazırlar, xanım Zəhra salamullahi əleyhanı ki, dəfn elədi. Mövlanın dilindən bir neçə kəlmə deyim, sözümü tamamlayayım. Axşam da məclisimiz olar. Buyurur, qəbrə çox müşkül olar. Yar, apara yarı gecə. Əgər biri sənin canının bir parçasıdırsa, gecə yarı, o yarı aparıb qəbrə tapşırmaq çox ağır olar. Qəbrə çox müşkül olar. Yar, apara yarı gecə. Topraq üstə qoya öz dilbərini yari gecə. Yəni, canından bir parçasıdır. Gecə yarısı aparsan onu torpağa tapşırasan. Nisfi şəb gizlin əli, yarəli yarın aparır. Gecənin bir yarısıdır. Balalarına da tapşırıb balalarım, nə bağda ucadan ağlayasız, bilələr anoz rəhmətə gedib. Anoz dünyasını dəyişib. İmam Həsən, İmam Hüseyin səssiz ağlayardı analarının vəfatında. Nisbi şəb gecə bir yarısı, nisbi şəb gizlin əli, yarəli yarın aparır. Qəbrə tapşıra qəbr evinə qüssəli dildari gecə. Kör ola çəşmi fələk gördü belə mənzərəni. Qəbr Zəhranı qazıb Heydər Kərrari gecə. Mövla Əli o gecənin qaranlığında Zəhranın qəbrini öz əli ilə qazır. Yıxmadı cəngidə saysız yaralar Mövlanı. O qədər müharibələrdə iştirak eləmişdi. Mövlanın qəddi xəm olmamışdı. Yıxmadı cəngidə saysız yaralar Mövlanı. Yıxdı Zəhra ölümü rəhbəri bir yarı gecə. Bir nəfər tapmadı Mövla deyə dərdi dilini. Çöldə bir çahə, çah quyudur. Çöldə bir çahə dedi, mühnəti besyarı gecə. Quyuya gedərdi, dərdin danışardı, qüssəsini deyərdi. Elə qan etdi Əlinin ürəgin şiddət o qəm. İki gözlərdən ürək qanı olub cari gecə. Gecə vaxtı Mövla Əli qəbrin kənarında ağlayır. Mənzilə gəldi, üzün qoydu o yanmış qapıya. Ağlayıb Fatimənin yarı dili əfkarı gecə. İki yerdə əzzini əlindən verənlər bilər, daha çox yanğılı olur. Bir tabutu, cənazəni evdən çıxardanda, elə ki götürürsən qapıdan, bir də elə ki dəfn eləyib, həyətə daxil olanda, o içəri girəndə sanki dünya adamın başına çökür. Deyir, dəfn edib qaydandan sonra evə daxil olanda, qəbr-i Zəhraya gəlir eyləməgə zauri gecə, üz qoyub gizlin olan qəbrə pərişan əhval. Deyir, elə ki, balalar yatardı, onlar yatandan sonra gələrdi xanım Zəhranın qəbrinə. Tez qaydardı ki, balalar oyanıb, ana yox, ata yox, narahat olmasın. Mövla Əliyə çox ağır oldu, çox çətin oldu. Allahdan diləyək, Allah xanım Zəhra salamullahi əleyhanın hörmətinə xəta nöqsan günahlarımızı bağışlayaraq bizi tövbəsi qəbul olunmuş günahsız qullarından qərar versin. İlahi pərverdigara, ağladıq ya inki qəmgin olduq, ya özümüzü ağlayan, qəmgin olanlar sırasına qatdıq. Allah bunu bizdən qəbul etkinə. İlahi, analarımızı, bacılarımızı, xüsusilə qız övladlarımızı xanım Zəhra salamullahi əleyhanın iffət və ismətindən ayrı salma. Allah dünyada onların ziyarətini, uqbada şəfaətin bizlərə nəsib etkinən. İlahi, sən rəhmansan, rəhimsən, səttarəlüyubsan. Allah, sən baxa-baxa, sən görə-görə, özümüz bilə-bilə xətalar, nöqsanlar, günahlar etmişik, etməyə davam etməkdik. Allah, günahlarımızı bağışlamamış bizi öldürməginən.
Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar etkinən. Cümlə şəhidlərimizə rəhmət elə. Atalarına, analarına səbr-i əyyubi kəramət elə. Allah cümlə məscidlərin xüsusilə ibadət etdiyimiz İmam Həsən əleyhissalam adına olan bu məscidin ilk günündən bu gününə qədər təmirində, inşasında, bugünkü gün belə maddi, mənəvi, fiziki dəstəyi olanlar, dünyasını dəyişənlərə rəhmət, qalanlara bərəkətli ömr əta etkinən. İlahi pərverdigara, qəlbimizdə olan hacətlər, mətləblər sənə agah, söyləməyə nə hacət? Allah o şər'i hacət və mətləblərimizi rəva etkinən. Allah zəmanə imamımızın zuhurunda təcil etkinən. O həzrətin qəlbini bizlərdən razı qərar verginən. Allah o həzrətin zuhurunun gəlişində bizləri həqiqi xadimlərdən qərar verginən. Etdiyimiz duaların bu əzanın ali dərəcədə qəbuluna Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi sələvat zikr elə.